Salam müəllimlər, hər vaxtınız xeyir olsun. Hal-hazırki mövzumuz 5-ci sinif texnologiya dərsliyindən 11-ci mövzudur. Mövzumuz oduncağın yonulması. Gəlin görək bu mövzudan nə öyrənəcəyik. Ümumiyyətcə, belə düşünək ki, oduncağın nə zaman yonmağa ehtiyac yaranır? Əgər səthi düz olmazsa, əyri olarsa, çobud olarsa, belə deyək, hamar olmazsa, bəli, o zaman biz oduncağın səthini yonmaq məcburiyyətində qalırıq. Gəlin baxaq mövzumuza. Məmulatın düz və hamar səthə malik olması üçün onu yonmaq lazımdır. Bəli, düz və hamar səthə. Bayaq dediyim kimi, əgər məmulatın səthi düz deyilsə, hamar deyilsə, biz onu yonuruq və düzləşdiririk. Pəstahları müxtəlif yonucu alətlərlə yonmaq olar. Bəs bu müxtəlif yonucu alətlər hansılardır? Baxın, bunların ən geniş yayılanları sadalayacağım. Şırxebel, rəndə və fuqan. Şırxebel, rəndə və fuqan. Şırxebel səs baxımından çox olsa da, özü kiçikdir. Özü balaca, adı geniş. Rəndə, ikinci şəkildə, B şəklində gördüyümüz rəndədir. Fuqan səs baxımından az olsa da, amma özü uzundur, genişdir. Gəlin bir də şəkil üzrə baxaq. Testlərdə şəkillərin fərqləndirməsi verilib. İlk gördüyümüz şəkil şırxebeldir. İkinci B şəkli rəndədir. Üçüncü gördüyümüz şəkil isə fuqandır. Bəli, baxın, fuqan. Şırxebel səthlərin ilkin çobud yonulması zamanı istifadə olunur. Bəli, şırxebeldən ilkin yonmada, çobud yonmada istifadə olunur. Bəs rəndədə son təmizləmə, yəni hamarlama işi aparırıq. Fuqanı isə rəndəyə nisbətən uzundur. Bəli, həqiqətən də şəkildə görürük ki, rəndəyə nisbətən uzundur. Fuqanla yonanda uzun pəstahlarda hamar yastı səthi alınır. Baxın, uzun pəstahlarda hamar yastı səthi alınır. Yaxşı, gəlin baxaq. Son təmizləmədə hansı yonucu alətdən istifadə etdik? Rəndədən. Hamarlamada, bəli, bu da rəndədir. Çobud yonma, bəli, şırxebeldir. Uzun pəstahlarda hamar yastı səthi almaq üçün nədən istifadə edirik? Fuqan. Bəli, fuqandan istifadə edirik. İlkin yonmada nədən istifadə edirik? Bəli, bu da şırxebeldir. Şırxebel sözü alman. Bax, bunu niyə vurğulayıram? Alman mənşəlidir. Bəzən verilir şırxebel sözü latın mənşəlidir, fransız mənşəlidir. Bax, bu cür testlərdə çaşdırmaq üçün salınır. Bəli, diqqətli olaq. Şırxebel sözü alman mənşəlidir. Çobud kəsmək üçün yonucu deməkdir. Çobud kəsmək üçün yonucu. Bütün yonucu alətlər qəlibdən ibarətdir. Bu qəlib necə ola bilir? Taxtadan ola bilir, bir də metaldan ola bilir. Bəli, taxtadan və ya metaldan ola bilir. Qəlib, bıçaq, paz və dəstəkdən ibarətdir bütün yonucu alətlər. Bir də sadalayaq, bütün yonucu alətlər qəlibdən, bıçaqdan, pazdan və dəstəkdən ibarətdir. Qəlib özü də taxtadan ola bilir, metaldan da ola bilir. Gəlin şəkil üzrə baxaq. Şəkil 1-də, baxın, bu qəlibdir. Bıçaq da qəlibə belə deyək də birləşdirilib, dəstəyi də. Daha sonra 2 gördüyümüz bıçaqdır. Bəli, bıçaq vasitəsilə biz səthi yonuruq, hamarlayırıq. Daha sonra 3 gördüyümüz pazdır. Bəli, bu pazdır. Və 4-cü də dəstəkdir. Şəkildə də gördüyümüz hansı ki rəndə ilə yonmadır. Bir əlimizi ön dəstəkdən, digər əlimizi rəndənin arxa hissəsindən tutmaqla yonuruq.
Yaxşı, bir də refleksiya eləyək. Nə üçün biz məmulatları yonuruq? Özünüz üçün, belə deyək də, videonu saxlayıb cavab verə bilərsiniz. Düz və hamar səthi almaq üçün. Bəs yonucu alətlərin geniş yayılanları hansılardır? Şırxebeldir, rəndədir, fuqandır. Çobud yonmada hansı yonucu alətdən istifadə olunur? Çobud yonmada şırxebeldən. Bəs son təmizləmədə hansından istifadə olunur? Son təmizləmədə rəndədən istifadə olunur. Uzun pəstahları emal etmək üçün, belə deyək, yonmaq üçün hansı yonucu alətdən istifadə olunur? Bəli, burada da fuqandan istifadə olunur. Bəs hansı hissələrdən ibarətdir? Taxta və metaldan olan qəlibdən, bıçaqdan, pazdan və dəstəkdən ibarətdir. Gəlin, şırxebellə rəndə və fuqanın kəsici tiyələrinə fikir verək. A şəklində şırxebelin kəsici tiyəsidir. B şəklində rəndə və fuqanın kəsici tiyəsidir. Şırxebelin kəsici tiyəsi qövs şəkillidir və qabarıqdır. Qövs şəkilli və qabarıq, amma rəndə və fuqanda isə düzdür. Bəli. Şırxebellə rəndə və fuqanın bıçağının fərqi nədə oldu? Şırxebeldə qövs şəkilli qabarıqdır, rəndə və fuqanda isə düzdür. Gəlin, şəkil C-yə fikir verək, müəllimlər. Şəkil C-də yonqar-qıranı olan bıçağı göstərir. Yonqar-qıran nədir? Biz məmulatın səthini yonuruq, düzdür? Yonqarlar bir var ki, uzun-uzun biz yonduqca uzansın, bir də var ki, yonqarı qırıb təmizləyir, yəni güc düşmür də, bizim qolumuza güc düşmür. Gəlin, baxaq. Bıçaqdan yonqar-qırandan, baxın, bu hansı ki, qabarıq hissəsi yonqar-qırandır. Bolt və bıçağın kəsici tiyəsindən ibarətdir. Deməli, bıçağın kəsici tiyəsi, yonqar-qıran, bir də bolt. Bir də sadalayaq. Bıçağın kəsici tiyəsi, yonqar-qıran və bir də boltdan ibarətdir. Şırxebeldə dərindən yonma üçün ağzı yarım dairə şəklində olan rəndədir. Baxın, aşağıda hansı ki, şırxebelin açıqlamasını verib. Bəli, həqiqətən də ağzı yarım dairə şəklindədir, qövs şəkillidir, qabarıqdır. Dərindən yonma üçün, çobud yonma üçün, ilkin emal zamanı, bax, şırxebeldən istifadə edirik. Fuqan da, bayaq dediyimiz kimi, səs baxımından az olsa da, fuqan özü uzundur. Növbəti slayda baxaq. Deməli, sağ əl, bax, burada gördüyümüz sağ əl rəndənin arxa tərəfində, sol əl ilə isə ön dəstəkdən tuturuq. Sağ əllə arxa, sol əl ilə isə ön dəstəkdən tuturuq. Rəndəni emal olunan səthin üzərinə qoyur və irəliləyirik. Bax, bu emal olunan sətdir. Emal olunan səthin üzərinə qoyub, irəliyə itəliyirik. Yonmanın əvvəlində qəlibin ön hissəsi, bax, qəlib budur da, düzdür. Qəlibin ön hissəsini, sonunda isə arxa hissəsini sıxırıq. Deməli, bir də fikrimizi ümumiləşdirək. Sağ əllə rəndənin arxa tərəfini, bax, burada göz yaddaşı sağ yazıram, bu sağ əldir. Sağ əllə arxa tərəfini, sol əllə isə ön dəstəkdən tuturuq. Rəndəni emal olunan səthin üzərinə qoyuruq, itəliyirik. Yonmanın əvvəlində, bax, ön hissəsini sıxırıq. Yonmanın sonunda isə arxa hissəsini sıxırıq. Rəndəni əks istiqamətdə hərəkət etdirdikdə
onu emal olunan səthin üzərinə qaldırırlar. Əgər əks istiqamət nədir? Geriyə hərəkət zamanı. Deməli, əks istiqamətdə hərəkət etdirdikdə nə edirik? Emal olunan səthin üzərindən qaldırırıq. Yəni, yuxarıya qaldırırıq. Geriyə hərəkət etdikdə. Beləliklə, emal olunan səthi düz və hamar şəkil alana və lazımi qalınlıqda olana qədər yonuruq. Yonma necə oldu, müəllimlər? Sağ əlimizlə arxa hissəsindən, sol əlimizlə ön dəstəkdən tuturuq. Rəndəni məmulatın səthin üzərinə qoyub, irəli itəliyirik. Yonma zamanı yonmanın əvvəlində qəlibin ön hissəsini, sonunda isə arxa hissəsini məmulatın səthinə sıxırıq. Əgər əks istiqamətdə hərəkət etdiririksə, o zaman nə edirik? Rəndəni emal olunan səthin üzərindən qaldırırıq. Və bu işi o qədər davam elətdiririk ki, düz və hamar şəkil alınsın. Yəni, bizə lazım olan qədər yonduqsa, düz hamar şəkil aldısa, bu zaman işi bitiririk. Əgər səthi emal edərkən üzərində tilişkələr əmələ gəlirsə, xırda-xırda çıxıntılar, tilişkələr əmələ gəlirsə, bəs bu zaman nə edirik? Bu zaman detalı əks istiqamətdə yonmaq lazımdır. Rəndəni fırladırıq, başlayırıq əks istiqamətdə yonmağa. Pəstahı Verstakda dayaq və paz arasında elə bərkidirlər ki, emal olunan səth yuxarıda olsun. Deməli, Verstakda nəyin arasında bərkidirik? Dayaqla paz arasında elə bərkidirik ki, emal olunan səth yuxarıda olsun. Niyə? Çünki biz yuxarı səthi emal edirik də. Emal olunan səth yuxarıda olsun. Gəlin təhlükəsizlik iş qaydalarına baxaq. Təhlükəsiz iş qaydaları yonma zamanı pəstahı etibarlı bərkitməliyik. Hara bərkidirdik? Verstakda. Verstakda dayaq və paz arasında bərkidirdik və elə etməliyik ki, emal olunan səth yuxarıda olsun. Düzdür? Deməli, dedik, etibarlı bərkitməliyik. Buna diqqət eləyək. Yalnız bıçağı yaxşı itilənmiş rəndə ilə işləyin. Yaxşı itilənmiş rəndə. Rəndənin itiliyini əl ilə yoxlamaq olmaz. Bəli, əl ilə yoxlamırıq. Dülgər alətlərini yonqar qırıntılarından yalnız taxta pazın köməyi ilə təmizləyin. Bəli, dülgər alətlərini nə ilə təmizləyirik? Taxta pazın köməyi ilə. Dülgər alətlərini verstakın üzərinə yalnız yanı üstə qoymaq olar. Yalnız yanı üstə qoyuruq. İstifadə zamanı rəndəni və digər dülgər alətlərini düzgün tutmalıyıq. İstifadə zamanı, axı öyrəndik biz, istifadə qaydası necə idi? Bax, çalışmalıyıq ki, rəndəni istifadə zamanı düzgün tutaq. Bəli, təhlükəsizlik iş qaydaları da bunlar idi. Pəstahı etibarlı bərkitməliyik yonma zamanı. Bıçağı yaxşı itilənmiş rəndədən istifadə edirik. İtiliyini əlimizlə yoxlamırıq, əlimizi kəsə bilərik. Hansı ki, yonqar qırıntılarından yalnız, bax bu sözə fikir verək, yalnız taxta pazın köməyi ilə təmizləyə bilərik. Bax bu sözə fikir verək. Yalnız taxta pazın köməyi ilə təmizləyirik. Dülgər alətlərini verstakın üzərinə yanı üstə qoyuruq. Bax, burada da yalnız yanı üstə qoyuruq. Buna da fikir verək. İstifadə zamanı rəndəni və digər dülgər alətlərini necə tutmalıyıq? Təbii ki, düzgün tutmalıyıq. Düzgün tutarsaq, yəni səthi düzgün hamarlamış olarıq. Bu bizim 11-ci mövzu. Çətin mövzu deyildi. Ümidvaram ki, izahını yaxşı verə bildim.